Sentences that can be, cannot be changed into the passive voice. Passive voice, yəni məchun növə çevrilə bilən və çevrilə bilməyən cümlələr. Bu testləri işləyərkən can be, cannot be ifadəsinə diqqət edin. Can be deyirsə çevrilə bilənləri, cannot be deyirsə çevrilə bilməyənləri götürün. Hansı cümlələr məchun növə çevrilə bilər? Elə Azərbaycan dilində də. O cümlələr məchun növə çevrilə bilər ki, orada vasitəli tamamlıq olsun. Yəni xəbərə aid ola biləcək vasitəli tamamlığımız olsun. Hansı ingiliscə bu olduqca asandır. Mike cümlənin mübtədası came xəbəridir. Xəbərin yanında ona aid olan vasitəli bir tamamlığımız yoxdursa, o zaman məchun növə çevirmirik. Məsələn, Mike came. Came nədir? Gəldi. Hara gəldi? Deyə bilmirik ki, kimi gəldi, nəyi gəldi, hara gəldi deyirik. Home, evə. Bu zaman burada məchun növ yoxdur. Jack smiled. Jack gülümsədi. To encourage me. Baxın, davamında fail gəldi. Demək ki, burada da artıq bizim tamamlığımız yoxdur. Tamamlıq dedikdə nə nəzərdə tuturuq? Yəni, isim olmalıdır. Bütün o cümlə üzvlərinin ifadə vasitələrini bilmək lazımdır. Tamamlıq dediyimiz isimlə ifadə olunur və yaxud da ki, şəxs belə deyək, əvəzliklərlə, əvəzliyin obyekt forması ilə ifadə olunur. Yəni, mübtədanın, xəbərin yanında isim və ya əvəzliyin obyekt formasını axtarmaq, görmək lazımdır. Görmürüksə, ikinci cümlədəki kimi onu məchun növə çevirə bilmərik. Have they sold? They mübtəda idi, sold xəbərdir. Baxın, their house bir isim tapdıqmı? Satırlar, satmışdılar. Nəyi? Their house, evlərini. Demək ki, bunu məchun növə çevirə bilərik. We warned. Biz xəbərdarlıq etdik. Kimi? Baxın, isim gəldi. O zaman məchun növə çevirə bilərik. I drew a cat. Mən çəkdim. Nəyi? Pişiyi, yəni pişiyin şəklini. İsim gəldimi? Məchun növə çevirə bilərik. The children went. Uşaqlar getdilər. To the cinema. İsim gəlmədi. Yer bildirdi. Getdilər. Hara? Sinemaya. Deməli, bunu məchun növə çevirə bilmərik. The river flows furiously in this time. Flows. Axır, necə, furiously. Artıq zərf gəldi. İsim yoxdur ki, demək ki, bunu məchun növə çevirə bilmərik. Helen was hungry after a busy day. Was hungry. Ac idi. Burada özündən sonra isim yoxdur. Demək ki, məchun növə cannot be changed. Çevrilə bilməz. The conference took place. Took place hissəsində biraz diqqətli oluruq. Took həm götürmək, həm aparmaq mənasını verir. Took place bərabərcə və ya take place, take part bərabərcə istifadə olunduqda onlar bir yerdə əvəzləyirlər, iştirak etmək və ya bu deməkdir take place, baş vermək burada mənası, take part iştirak etməkdir. Yəni burada took feildir, place isim deyil buna aid olan. Took place bərabərcə bir kəlmə sözdür, bunu belə yadımızda saxlayırıq. Buna görə burada da məchun növə baş verdiyi nə zaman? Last month məchun növə çevrilə bilməz. The boss introduced. Boss introduced. Təqdim etdi. Kimi? A newcomer. İsim gəldi özündən sonra. Demək ki, bunu məchun növə çevirə bilərik. Ümumiyyətlə, bu qaydada yadda saxlamaq olar. Əgər xəbərdən sonra ona aid olan isim və yaxud da əvəzliyin obyekt forması varsa, o zaman onu məchun növə çevirin. Yox, zaman varsa, məkan varsa, to hissəcikli feil varsa, bu halda isə məchun növə və ya zərf gəlibsə, bu zaman məchun növə çevrilə bilməz.